Deyir, məsciddə ki, əleyhissalam aparmışdılar, qolu bağlı dayanmışdı. Dedi ki, gedib atan Peyğəmbərin qəbrinin üstündə belə nəql edirlər. Deyirlər, dayanıb əleyhissalam gözü qapıdadır. Elə bil ki, kömək gözləyir. Axı, hamı bilir ki, Əlinin köməyi yoxdur o cəmiyyətdə. Müsəlmanlar heç kəs Əliyə kömək eləmək fikrində deyil, amma Əli kimisə gözləyir. Birdən gördülər, məscidin qapısı açıldı, Fatimə daxil oldu. Ordusu daxil oldu Əlinin. Bir nəfər bir dünyaya dəyər. Gəldi, dedi, and olsun Allaha, əgər qolunu açmasaz, gedib atan Peyğəmbərin qəbrində şikayət eləyəcəm. Deyir, gedəndə əleyhissalam Salmanı göndərdi ki, get Peyğəmbər qızına denən bəddua eləməsin. Deyir, gedəndə hiss elədilər ki, məscid titrədi, qolunu açdılar əleyhissalam.